Bir daha salam aleykum. Söz verdiğimiz kimi elhamdülillah geldik çıxdıq Tovuzun Əsrik dağına, Əsrik kəndinə. Gözəl mənzərəni istədik sizə göstərək. Həm özümüz də istirahət eləyək Allahın izni ilə. Bir dənə çadırımıza da nəzər yetirək. Temudan qəşəng bir dənə çadır sifariş vermişik. Qəşəng çadırdır. Düzü 3 nəfəri yazılıb, amma 2 nəfər rahat sığır. Yəni belə bir çadırdır. Yəni içinə də baxaq. Yəni 2 nəfər rahat şəkildə sığa bilər. Altına belə deyim də qalın şeylər zadlar qoymuşuq. Çay da böyrümüzdə. Yemək içməyimiz də öz yerində. Ayxan qaqam sağ olsun kebabımızı pişirib qəşəng. Hələ bax. Şey demişəm, Yavər usta. Çayımız da var, suyumuz da var. Allah həmd olsun. Gəlin istirahət edin də. Nə var ya o klublarda, barlarda haram işlərlə məşğul olursunuz. Gəlin gül kimi Allah Subhanahu taala verib də təbiət neməti verib bizə. Dəyərləndirin də. Dəyərləndirin. Allah'a çokça şükür eləyin. Şimdi birazdan qoşacaq şeyimiz var. Güneş ışığından enerji yığan lampalarımız var. Onları qoşacaq inşallah gecə burada rahat şəkildə yatmaq üçün. Yer də elə yer seçdik ki, adam falan yoxdur. Yəni nə biz kiməsə mane olmuruq, nə kimsə bizə mane olmur. Allah'a həmd olsun. Yəni belə gözəldir.